Zalım hökümdar və şeytan, ilahi sınağın iki üzü. Quranda həm zalim hökümdarlar, həm də şeytan insan üçün bir imtahan vasitəsi kimi təqdim olunur. Onların varlığı təsadüfi deyil, Allahın hikməti ilə insanın imanını, ədalət duyğusunu və mənəvi mövqeyini sınağa çəkmək üçün mövcuddur. Bəzi dini və ideoloji yanaşmalar zalim rəhbərlərin Allah tərəfindən təyin olunduğunu əsas gətirərək onlara qarşı çıxmağı günah sayır, itayəti vacib hesab edir. Lakin Quran bu məntiqi rədd edir. Zalim hökümdar da, şeytan da azdırıcı qüvvədir. Onlara itayət etmək deyil, onlara qarşı durmaq imanın tələbidir. 1. İlahi icazə və məhdud möhlət. Allah nə şeytana, nə də zalim hökümdara tam azadlıq vermir. Onlara yalnız müəyyən çərçivədə icazə verilir ki, bu da sınaq məqsədi daşıyır. Onların gücü yalnız haqdan üz döndərənlərə təsir edir. Şeytanın möhləti. Quranda şeytan deyir: Rəbbim, mənə o günə qədər möhlət ver ki, insanlar dirildiləcəklər. Allah dedi, sən möhlət verilənlərdənsən. Əraf 7, 14, 15. Lakin Allah buyurur: Həqiqətən, mənim qullarım üzərində sənin heç bir gücün yoxdur. Hicr 42. Deməli, şeytan yalnız batilə meyillənənləri azdıra bilir. Zalim hökümdarın təyini. Allah insanların əməllərinə uyğun rəhbərlər verir. Beləcə hər bir məmləkətdə oranın günahkarlarını başçı etdik ki, orada yaramaz işlər görsünlər. Ən'am 6:123. Beləliklə biz zalimları bir-birinə dost edərik, qazandıqları əməllərə görə. Ən'am 6:129. Bu ayələr göstərir ki, zalim rəhbərin hakimiyyəti xalqın mənəvi tənəzzülünün nəticəsidir. Yəni bu da Allahın ədalətinin bir formasıdır: sınaq və xəbərdarlıq. 2. Azdırmanın iki səviyyəsi. Zalim hökümdar və şeytan eyni məqsədlə, yəni insanı haqq yoldan azdırmaq üçün fəaliyyət göstərir. Fərq yalnız onların təsir dairəsindədir. Şeytanın azdırması fərdi səviyyədə olur. İnsanın düşüncəsinə, arzularına və qorxularına təsir edir. Şeytan onlara vəd verir və onları aldadır. Nisa 120. Zalim hökümdarın azdırması ictimai səviyyədə baş verir. Ədaləti pozur, yalanı həqiqət kimi təqdim edir, cəmiyyəti zülmə yönəldir. Bu insanların mənəviyyatını zəiflədir və batili normallaşdırır. Beləcə, şeytan insanın daxili dünyasını korluyur, zalim hökümdar isə cəmiyyətin quruluşunu. Hər ikisi fitnədir, yəni sınaq və imtahan vasitəsidir. Biz sizi qorxu, aclıq, mal-dövlət, can və məhsul itkisi ilə sınağa çəkəcəyik. Səbr edənləri müjdələ. Bəqərə 155. 3. İtayət və sükutun məsuliyyəti. Qurana görə mömin yalnız Allaha itayət etməlidir. Zülmə qarşı çıxmaq, haqqı müdafiə etmək iman əlamətidir. Zalim olanlara meyil etməyin, yoxsa sizə də od toxunar. Hud 113. Bu ayə göstərir ki, zalıma qarşı sükut da zülmün bir formasıdır. Şeytana qarşı mübarizə apardığımız kimi, zalim hökümdarın zülmünə də qarşı durmaq lazımdır. Əgər zalim hökümdar Allah tərəfindən təyin olunub, ona itayət vacibdir deyiriksə, eyni məntiq şeytana da aid olmalıdır. Çünki şeytan da Allahın icazəsi ilə azdırır. Lakin heç bir mömin şeytana itayəti qəbul etmir. Deməli, zalim hökümdara qarşı sükut edənlər əslində şeytana da boyun əyirlər. 4. İlahi sınağın məqsədi və insanın seçimi. Allah həm şeytanı, həm də zalim hökümdarı insanın mənəvi inkişafı üçün sınaq kimi yaradır. Onlar insanın kimliyini və seçimini üzə çıxarır. Kim haqqı müdafiə edir? Kim ədaləti seçir? Kim qorxu və fayda qarşısında batilə boyun əyir? Sınaqda qalib gələnlər haqqı müdafiə edən və səbr göstərənlərdir. Quran bildirir ki, azdıranlar yalnız iman zəifliyi olanlara təsir edə bilir. Nəticə, forma fərqlidir, mahiyyət isə eyni. Zalim hökümdar və şeytanın fəaliyyəti fərqli səviyyədədir. Şeytan fərdi, zalim hökümdar isə ictimai müstəvidə təsir göstərir. Lakin mahiyyətsə eynidirlər. Hər ikisi Allahın izni ilə mövcuddur. Hər ikisi insanı azdırır və imtihana çəkir. Hər ikisi yalnız batilə meylənənlər üzərində gücə malikdir. Zalim hökümdara qarşı çıxmamaq, onun zülmünə susmaq, şeytanın hökmranlığına razılıq vermək deməkdir. Bu sükut zülmü gücləndirir və Quran baxımından imanın zəifliyini göstərir. Həqiqi mömin həm şeytana, həm də zalim hökümdara qarşı dayanır. İman, haqsızlıq qarşısında susmamaqla və haqqı müdafiə etməklə ölçülür. Quranda itayətdən bəh edilən 4:59 ayəsi də yalnız ədalətli hökümdara aiddir. Ondan əvvəlki ayədə ədalətli hökümdarlardan bəhs olunur.
Buna görə də ədalətli hökmdara itayət vacibdir, zalım hökmdara isə yox.